Salam əziz şagirdlər, bugün riyaziyyat 8-ci sinifdən KSG 3-ün izahına baxacağıq. Birinci sualdan başlayaq. A-nın hansı qiymətlərində A kvadratı çıxılsın 25, x kvadratı üstəgəl 3ax üstəgəl 2 bərabərdir 0 tənliyi kvadrat tənlikdir. Kvadrat tənlik ax kvadratı üstəgəl bx üstəgəl c bərabərdir 0 formasında olur. Kvadrat tənliyin mütləq a-sı sıfırdan fərqli olmalıdır. Bizə verilən kvadrat tənliyin a-sı baxın buradadır. Yəni a kvadratı çıxılsın 25. Bu bizdə a-dır. Sıfırdan fərqli götürəcəm. A kvadratı çıxılsın 25 sıfırdan fərqlidir. Buradan a-nı tapmaq istəsəm, vurğulara ayırıram. A çıxılsın 5, a üstəgəl 5 fərqlidir 0. Buradan a fərqlidir. Mənfi müsbət 5 tapıram. Yəni həm mənfi 5, buradan müsbət 5, buradan mənfi 5 tapılır köklər. Doğru cavab olacaq B variantı. İkinci suala baxıram. 3x çıxılsın 2x-in kvadratı çıxılsın 1 bərabər 0 tənliyində birinci həddinin əmsalı ilə sərbəst həddin cəmini tapın. A x kvadratın əmsalı birinci həddir. C sərbəst həddir. Sərbəst hədd, yəni yanında x olmamalıdır. Bizdə x kvadratının əmsalı buradadır. Qarşısındakı işarə ilə götürməlisiniz, yəni mənfi 2. Bu da sərbəst həddir C. Yazıram. A bərabərdir mənfi 2. C bərabərdir mənfi 1. Cəmini istəyir. Mənfi 2 üstəgəl mənfi 1 bərabərdir mənfi 3-ə. Doğru cavab mənfi 3. Sual 3. A x kvadratı üstəgəl bx üstəgəl c bərabərdir 0 tənliyi üçün uyğunluğu müəyyən edin. Birincidə bizə verilib. A bərabərdir 2, b bərabərdir mənfi 7, c bərabərdir 3. Tənliyi quraq. Yəni, harada baxın yazıram. Ax kvadratı üstəgəl bx üstəgəl c bərabərdir 0. Demək, bu a-nı silirəm, yerinə 2 yazıram. B-ni silirəm, yerinə mənfi 7 yazıram. C-ni silirəm, yerinə 3 yazıram. Tənlik olur bu formada. 2x kvadrat çıxsın 7x üstəgəl 3. Yəni 1-ə uyğun gəlir B variantı. 1-ə B. Daha sonra ikinci. Çevrilmiş kvadrat tənliyi. Çevrilmiş kvadrat tənliyi, yəni A 1-ə bərabər olmalıdır. Yəni bu formada olur. X kvadratı üstəgəl B böl A x üstəgəl C bölünsün A bərabərdir 0. Yəni A variantı bura uyğun gəlir. Baxın, x kvadratın əmsalı 1-ə bərabərdir. Üçüncüdə isə D kiçikdir 0 şərti verib bizə. Yəni kvadrat tənlikdə diskriminant mənfi olmalıdır. D-nin düsturunu yazıram buradan. D bərabərdir B kvadratı çıxılsın 4AC bu şəkildədir. A variantında verilən tənliyi yazıram bura. X kvadrat çıxılsın, x çıxılsın 3 bərabərdir 0. A uyğun gəlib, B uyğun gəlib. Gəlin C ilə D-ni yoxlayaq. Əvvəlcə C-ni yoxlayıram. C-də tənliyi yazaq bura. 3x kvadratı çıxılsın 7x üstəgəl 2 bərabərdir 0. Olacaq. B-nin qiyməti mənfi 7. Mənfi 7-nin kvadratı çıxsın 4 vurulsun 3 vurulsun 2. 49 çıxılsın 24. Bu oldu 25. Yəni 0-dan böyük oldu. D variantında verilən tənliyi yoxlasaq 2x kvadrat çıxılsın x üstəgəl 3 bərabərdir 0 tənliyi verilibdir. Burada B mənfi 1-ə bərabərdir. Mənfi 1-in kvadratı çıxılsın 4 vurulsun 2 vurulsun 3. Bu da olur 1 çıxılsın 24. Yəni mənfi 23. Bəli, bu kiçikdir 0 oldu. Ona görə də üçüncüyə gəlir D variantı. Sual 4. K-nın hansı qiymətlərində x kvadratı üstəgəl k çıxılsın 1, x çıxılsın k bərabərdir 0 natamam kvadrat tənlikdir. K-nın bu qiymətlərinə uyğun natamam kvadrat tənliyi yazın və həll edin. Natamam kvadrat tənliyi birinci halda yazıram. B bərabərdir 0 olarsa bu tənliyin B-si k çıxılsın 1-dir. K çıxılsın 1 bərabərdir 0 yazıram. Yəni K-nın 1 qiymətində. O zaman tənlik bu formada olacaq. X-in kvadratı
Üstəgəl k-nın yerinə 1 yazıram. 1 çıxılsın, 1 vurulsun, x çıxılsın, 1 bərabərdir 0. Yəni x kvadratı bu hissə bizə 0 verəcək. Çıxılsın 1 bərabərdir 0. Tənliyin biri budur. İkinci hala baxırıq. İkinci halda bu dəfə S0 olacaq. S0 olarsa tənliyin S'si budur. Yəni mənfi k. O zaman yazıram mənfi k bərabərdir 0. Buradan k-nı tapıram 0. Tənlikdə harda k görürəmsə yerinə 0 yazıram. 0 çıxılsın 1 vurulsun x çıxılsın 0 bərabərdir 0. Bu da olacaq x kvadratı. Bu mənfi 1x eləyəcək. Yəni mənfi x bərabərdir 0. Bu dəfə də tənlik olacaq bu şəkildə. Natamam kvadrat tənlikləri də bizdən həll etməyimizi istəyir. Əgər bunu həll etsək, x kvadratı bərabərdir müsbət 1-ə, x də bərabərdir mənfi müsbət 1-ə. Bunu həll etsək, vurğulara ayırma ilə həll edə bilərik. Hər bir vurğu ayrı-ayrılıqda 0-a bərabər edirəm. X bərabərdir 0, x çıx 1 bərabərdir 0 olarsa, buradan da x bərabərdir müsbət 1-ə. 5-ci suala keçirik. 3x-in kvadratı çıxılsın 27x bərabərdir 0 tənliyinin kökləri cəmini tapın. Köklər cəmi x1 üstəgəl x2 Viet teoreminə görə mənfi b bölünsün a-ya bərabərdir. Tənliyin b-si mənfi 27-dir, a-sı da 3-dür. Deməli, bu b-dir, bu da a-dır. B-ni əks işarə ilə yazacağım bura. Yəni, müsbət 27, a da 3-dür. Tənliyin kökləri cəmi olacaq 9. 6-cı sual. X kvadratı çıxılsın 5 bərabərdir 0 tənliyin kökləri hasilini istəyir. Yəni, x1 vurulsun x2 bərabərdir s bölünsün a-ya. Tənliyin s'si, yəni sərbəst həddir. A da x kvadratın əmsalıdır. Yəni, yazılmayıbsa, deməli, burada 1 var. Qeyd edirik, bu a-dır, bu da s-dir. Qiymətləri qoyuruq yerinə. S mənfi 5, a da 1-dir. Olacaq mənfi 5. Köklər hasili oldu mənfi 5. 7-ci sual. X kvadratı çıxılsın 3x bölünsün 2 üstəgəl 5x bərabərdir 4. Ortaq məxrəc 2-yə gətiririk. Yəni 2-yə vururuq. 2 x kvadratı çıxılsın 3x vurmanın cavabı olacaq 10x. Üstəgəl 10x bərabərdir 4-ə. 4-ün məxrəcinə 1 qoyuram. Deməli, yazıram x-in kvadratı mənfi 3 ilə müsbət 10 bizə verəcək müsbət 7x bərabərdir belə, bu şəkildə. Bunu çarpaz vuraraq həll edəcəyik. Deməli, x kvadratı üstəgəl 7x bərabərdir 2 vurulsun 4-ə. X kvadratı üstəgəl 7x bu artıq kvadrat tənlikdir. Bu 8-i əks işarə ilə bura keçirirəm. Mənfi 8 bərabərdir 0. Tənliyi vurğular ayırma ilə və yaxud diskriminantla necə istəsəz həll edə bilərsiniz. Mən vurğular ayırma ilə həll edəcəm. X çıxılsın 8, x üstəgəl 1 bərabərdir 0. Buradan x-i tapıram 8 kökü. Buradan da tapıram mənfi 1. Bizdən tənliyin köklərini istəyir 8 və mənfi 1. Doğru cavab D variantı. Sual 8. Sahəsi 12 kvadrat santimetr S bərabərdir 12. Düzbucaqlının tərəfləri A bərabərdir 3x çıxılsın 2, B bərabərdir x üstəgəl 1. Tənliyin düzbucaqlının sahəsi S bərabərdir A vurulsun B'dir. Qiymətləri qoyaq yerinə. 12 bərabərdir 3x çıxılsın 2, vurulsun x üstəgəl 1. Vurub açsaq 3x-in kvadratı üstəgəl 3x çıxılsın 2x çıxılsın 2. Sadələşdirirəm. 12 bərabərdir 3x-in kvadratı. Mənfi 3x, müsbət 3x ilə mənfi 2x bizə verir müsbət x. 12-ni əks işarə ilə bura keçirirəm. Burada qalır 0. Çıxılsın 12.
Kvadrat tənliyi bu formada olur. 3x-in kvadratı üstəgəl x çıxılsın 14 bərabərdir 0. X-in qiymətini tapaq. Diskriminantla həll edəcəm tənliyi. Deməli, A bərabərdir 3-ə, B bərabərdir 1-ə, C bərabərdir -14-ə, D bərabərdir 1-in kvadratı çıxılsın 4 vurulsun 3 vurulsun -14. Olacaq 1 üstəgəl 12-ni vururuq 14-ə 168. Diskriminantı tapdıq 169. X1 bərabərdir. Mənfi B üstəgəl kök altında D bölünsün 2 ad üstürünə yazırıq. B-ni əks işarənə götürürəm. -1 169 məxrəcdə də 2 vurulsun 3 bərabərdir. -1 üstəgəl 13 bölünsün 6. Edəcək 12 bölünsün 6. Cavab 2. Digər kökü tapmırıq, kənar kök olacaq. Çünki tərəf mənfi ola bilməz. Tərəfi tapdıq, x-i tapdıq 2. X-in qiyməti 2-dir. A variantının cavabı 2. B variantında düzbucaqlının perimetrini istəyir. P bərabərdir. 2 vurulsun A üstəgəl B. Əvvəlcə A-nı tapaq. A bərabərdir götürmüşük 3x çıxılsın 2. X-in qiymətini qoyuram yerinə, edir 4. B bərabərdir x üstəgəl 1. Burada da 2 üstəgəl 1 edəcək 3. P bərabərdir 2 vurulsun 3, 4 üstəgəl 3. Yəni 2 vurulsun 7. Doğru cavab 14. 9-cu suala baxırıq. B-nin hansı qiymətlərində x kvadratı üstəgəl 4bx üstəgəl 64 tənliyinin 2 bərabər kökü var. Tənliyin 2 bərabər kökü olması üçün D bərabərdir 0 olmalıdır. Yəni B kvadratı çıxılsın 4AC-ni 0-a bərabər edəcəyik. Tənliyin A-sı 1-ə bərabərdir. B-si 4B-yə bərabərdir. C-si də 64-ə. Onda yazıram. 4B-nin kvadratı çıxılsın 4 vurulsun 1 vurulsun 64 bərabərdir 0. Olacaq 4B-nin kvadratı çıxılsın 16-nın kvadratı bərabərdir 0. Kvadratlar fərqi ilə vurğulara ayırsam 2B çıxılsın 16, 2B üstəgəl 16 bərabərdir 0. Buradan 2B çıxılsın 16 0 olarsa 2B bərabərdir 16-ya, B də bərabərdir 8-ə. Buradan isə 2B üstəgəl 16 0 olarsa 2B bərabərdir -16-ya, B də bərabərdir -8-ə. Siz istəsəz bunu kvadrat tənliyi diskriminantla həll edə bilərsiniz. B bərabər oldu -8-ə. Doğru cavab B variantı. Keçirik sual 10-a. 3x-in kvadratı üstəgəl nx çıxılsın 12 bərabərdir 0 tənliyinin köklərindən biri 1-ə bərabərdir. Tənliyin kökü deyəndə x-i nəzərdə tutur. Yəni 3 vurulsun, harada x görəmsə yerinə 1 yazıram. 1-in kvadratı n vurulsun 1. 1-in kvadratı 1 edir. 3-ə vururam 3. N-i 1-ə vururam n bərabərdir 0. N qalır yerində. -12-ni və 3-ü əks işarə ilə bərabərliyin digər tərəfinə keçirəm. N-i tapıram 9. 11-ci suala keçirəm. 2 ardıcıl natural ədəd. Birinə n desəm, o biri n üstəgəl 1 olacaq. Hasil deyəndə vururuq. Bərabərdir 156-ya. N-in kvadratı üstəgəl n bərabərdir 156. Kvadrat tənliyi 0-a bərabər olmalıdır. Ona görə də 156-nı keçirik digər tərəfə. -156 bərabərdir 0. Diskriminantla həll etmək istəsək, D bərabərdir. Tənliyin B-si 1-dir. 1-in kvadratı çıxılsın 4 vurulsun 1 vurulsun -156 olacaq. 1 üstəgəl 4-ü vururam 156-ya. 4 vurulsun 156. Edəcək 624. 1-in üstünə də 624 gəlirəm. Edir 625. X n1-i tapaq. Yəni x1 n1-də n-dən asılı tənlikdir. B-ni əks işarə ilə yazıram. -1 üstəgəl kök altında 625 2 vurulsun 1. -1 üstəgəl 25 bölünsün 2. Edəcək 24 bölünsün 2. Cavab 12. Digər kökü tapmıram. Çünki natural ədəd dediyi üçün n müsbət qiymətlər ala bilər ancaq. N-in yerinə burada 12 qoyuram. Birinci ədəd 12, digəri də 12 üstəgəl 1 olacaq 13. Bu ədədləri tapın. 12 və 13.
Keçirik 12-ci suala. 8-ci A sinif şagirdlərinin hər biri öz foto şəkillərini bir-birinə digərlərinə paylayır. Cəmi 380 foto şəkil paylanmışsa, sinifdə neçə şagird var? Düsturla yazacağıq. N vurulsun, N çıxılsın 1 bərabərdir 380. N kvadratı çıxılsın N, mötərizəni vurub atsaq və 380-i əks işarə ilə bərabərliyin digər tərəfinə keçirsək, diskriminantla -1-in kvadratı çıxılsın 4 vurulsun 1 vurulsun -380 bərabərdir. 1 üstəgəl 380-i vururam 4-ə 0, 2, 3 yadda 1520 bərabərdir 1521-ə. 39'un kvadratıdır. Buradan tənliyin birinci kökünü tapsaq, 1 üstəgəl kök altında 39'un kvadratı bölünsün 2 vurulsun 1 edəcək 1 üstəgəl 39 bölü 2, yəni 40 bölünsün 2. Doğru cavab 20. D variantı. Sual 13. X'in hansı qiymətində 3x kvadrat üstəgəl 7x çıxılsın 5, 4x üstəgəl 1'ə bərabər olur. Kvadrat tənliyi həll etmək üçün kvadrat tənlik 0'a bərabər olmalıdır. Bərabərliyin birinci hissəsini olduğu kimi saxlayıram. Bunları əks işarə ilə buraya yazıram. -4x, -1 bərabər 0. 3x'in kvadratı müsbət 7, -4 bizə verir müsbət 3x. -5 ilə -1 bizə verir -6. Hər bir həddi bölək 3'ə. Biraz kiçilsin. Olacaq. X kvadratı üstəgəl x çıxılsın 2 bərabərdir 0. Tənliyi mən vurğular ayırma ilə yazacağım. Diskriminantla da yaza bilərsiniz. X üstəgəl 2, x çıxılsın 1 bərabərdir 0. Hər bir vurğu ayrı-ayrılıqda 0'a bərabər edirəm. X bərabərdir -2'yə, x bərabərdir 1'ə. Tənliyin kökləri -2 və 1. Yəni x'in -2 və 1 qiymətində bərabər olar. Sual 14. X kvadratı çıxılsın 6x üstəgəl q bərabərdir 0. Tənliyin kökləri fərqi, yəni x1 çıxılsın x2 4'ə bərabərdir. Viet teoreminə görə köklərin cəmi də b-ni əks işarə ilə götürəm müsbət 6'ya bərabərdir. Alt-alta toplasaq 2x1 bunlar islah olur bərabərdir 4 ilə 6 toplayıram 10'a. x1 bərabərdir 5 tapıram. Bu tənlikdə yerinə qoysam 5 üstəgəl x2 bərabərdir 6'ya. x2 bərabərdir 6 çıxılsın 5'ə. Buradan x2'ni tapıram 1. Bizdən q-ni istəyir. x1 vurulsun x2 q-yə bərabərdir köklər hasili. x1 5'dir, x2 1'dir. Q-ni tapırıq 5. Doğru cavab B variantı. Sual 15. Şahmat yarışında 105 görüş keçirilmişdir. Hər bir şahmatçının digəri ilə bir dəfə oynadığını nəzərə alsaq, yarışda neçə şahmatçı iştirak edir? Burada artıq n vurulsun, n çıxılsın 1 bölünsün 2 düsturundan istifadə edəcəyik. Foto şəkillərin bir-birinə verilməsi məsələsində n vurulsun, n çıx 1 düsturundan istifadə etdik. Çünki misal üçün x şagird, X adlı bir şagird, Y adlı bir şagirdə şəklini verəndə, Y adlı şagird də X adlı şagirdə şəklini verəcək. Amma şahmat yarışında belə deyil. Bu X, bu da Y. Bu X adlı bir şəxs Y ilə şahmat oyunu oynayırsa, yenidən Y X ilə oynayır demirik. Çünki artıq Y ilə X oynayıbdır. Ona görə burada biz 2'yə bölürük alınan nəticəni. Qiymət bərabəri 105'ə. Demək, 105'in məxrəcinə 1 qoyuram. N vurulsun, n çıx 1'i 1'ə vururam. Belə. 2'yə də vuranda 105'i bu şəkildə yazdım. N'in kvadratı çıxılsın n, mötərizəni vurub açıram. Çıxılsın. Bunu əks işarə ilə yəni keçirirəm digər tərəfə 210'u. Bərabərdir 0'a. Diskriminantla həll etsək, -1'in kvadratı çıxılsın 4 vurulsun 1 vurulsun 210 -210 bərabərdir 1 üstəgəl 840. Bu da edir 841. N1 birinci kökü tapıram. 1 üstəgəl kök altında 841 bölünsün 2 vurulsun 1. Bu da edəcək 1 üstəgəl
Deməli 841-dən kök çıxacaq 29. 29 bölünsün 2. 30 bölü 2 o da edəcək 15. Yarışda neçə iştirakçı şahmatçı iştirak edir? Cavab olacaq 15. Sual 16. X1 və X2 ədədləri 3x kvadratı üstəgəl x çıxılsın bir tənliyinin kökləri olarsa x1, x2-nin kvadratı, x1-in kvadratı, x2 ifadəsinin qiymətini tapın. Buradan x1 vurulsun x2-nə ortaq vuruq çıxarıram. Burada qalır x2, burada qalır x1. Viyyət teoreminə görə köklərin cəmi mənfi b bölünsün a-dır. Köklərin hasili isə c bölünsün a-dır. B, mənfi b mənfi 1-dir. A-sı da 3-dür. C mənfi 1-dir. A-sı da 3-dür. Onu da burada yazıram. Deməli, köklərin hasili mənfi 1 bölünsün 3. Köklərin cəmi yenə mənfi 1 bölünsün 3. Mənfini mənfiyə vuranda müsbət edir. Cavab 9-da 1. Sual 17. Müəssisənin buraxdığı məhsulun həcmi hər il eyni faizlə artır. 2 ildə buraxılan məhsulun həcmi 4 dəfə artarsa, illik artım faizini tapın. Müəssisənin buraxdığı məhsulun həcmi hər il eyni faizlə artır deyir. Bu proses 2 dəfə də olubsa, yəni 2 ildə. 2 ildə, da yazıram, 2 ildə 4 dəfə artarsa, deməli 1 ildə 2 dəfə artır. 2 dəfə artar. 1 ildə 2 dəfə artmaqda, yəni A olanda 100% idi. 2 dəfə artanda artıq 2A olur. Bilmirik neçə faizdir. Buradan faizi tapmaq istəsək, 2A-nı vururam 100-ə, bölürəm A-ya. Bu edir 200%. Yəni, əvvəlcə 100% idi bu 1 ildən danışıram. İndi oldu 200%. 200 çıxılsın 100 bərabərdir 100% artar. Beləliklə buradan təyin edirik ki, illik faiz artımı 100%-dir. Yəni bizdən illik faiz artımını soruşmur 2 ildə. Sadəcə illik faiz artımı. Sual 18. X kvadratı çıxılsın 3x üstəgəl 2 tənliyin köklərinin kvadratları olan çevrilmiş kvadrat tənliyi göstərin. Əvvəlcə bu tənliyin köklərini tapaq. Tənlikdə A 1-ə bərabərdir, B mənfi 3-ə bərabərdir, C də 2-yə. Diskriminant olacaq. Mənfi 3-ün kvadratı çıxılsın, 4 vurulsun, 1 vurulsun, 2. Yəni 1. Birinci kökümüz olacaq. 3 üstəgəl kök altında 1 bölünsün, 2 vurulsun, 1. Yəni 2. X2 bərabərdir 3 çıxılsın, kök altında 1 bölünsün, 2 vurulsun, 1. Olacaq 1. Tənliyin kökləri 2 və 1-dir. Köklərin kvadratları deyir. Yəni x1-in kvadratı olacaq 2-nin kvadratı 4. X2-nin kvadratı da 1-in kvadratı 1. Onda bizim çevrilmiş kvadrat tənlikdə köklər cəmi 5. Köklərin hasili 4 olacaq. Çevrilmiş kvadrat tənlikdə A 1-ə bərabər olmalıdır. X kvadratı. Köklər cəmi əks işarə ilə yazılır. Mənfi 5x. Köklərin hasili isə olduğu kimi yazılır. Müsbət 4 bərabərdir 0. Doğru cavab D variantı. Sonuncu sual 20. Kvadrat tənliyin kökləri üçün uyğunluğu müəyyən edin. Birinci. X1 bərabərdir 2, X2 bərabərdir 6. X1 üstəgəl X2, 2 üstəgəl 6 bərabərdir 8. Bu mənfi B'dir. Buradan B'ni tapıram. Mənfi 8. X1 vurulsun X2. 2 vurulsun 6, 12. Bu isə C'dir. Buradan da C'ni tapıram. 8. X kvadratı 8x üstəgəl 8 bərabərdir 0. Yəni kvadrat tənliyin formasında qeyd edək. Üstəgəl bx üstəgəl c bərabərdir 0 formasında olur. Baxın, b mənfi 8-dir. Yazılır yerinə. C 8-dir. C də yazılır yerinə. Deməli, 1-ə uyğun gəlir. C 12-dir. Bir dənə səhv qeyd etmişik. C 12-dir. Doğru cavab 1-ə gələcək B variantı. İşarələrdə diqqətli olun. Hər birində
Birində mənfidir, birində müsbətdir. Əsas olan burada işarələrə diqqət etməkdir. x1 mənfi 2-dir, x2 mənfi 6-dır. x1 üstəgəl x2 mənfi 2 üstəgəl mənfi 6 bərabərdir mənfi 8-ə. Bu mənfi b-dir. Hər tərəfdən mənfiləri atsaq b-ni tapırıq 8. x1 vurulsun x2 mənfi 2 vurulsun mənfi 6 müsbət 12. Bu isə c-dir. X kvadratı üstəgəl 8x üstəgəl 12 bərabərdir 0. Burada gəlir A variantı. Üçüncüyə baxırıq. x1 bərabərdir 2, x2 bərabərdir mənfi 6. x1 ilə x2-ni toplayıram. 2 üstəgəl mənfi 6 edir mənfi 4. x1 ilə x2-ni bir-birinə vururam. 2 vurulsun mənfi 6 olur mənfi 12. Demək bu mənfi b-də hər tərəfdən mənfiləri atsaq b 4-dür. Bu isə c-dir. Bir daha yazıram tənliyin formasını. B-nin yerinə yazıram 4. C-nin də yerinə mənfi 12. Burada gələcək C variantı. D isə heç birinə uyğun gəlmir. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.